Son zamanlar aktuallaşan Türk mifologiyasından danışmaq istəyərdim. Dünya akademik mühitində ən az araşdırılmış, daha doğrusu araşdırılması məqsədə uyğun görülməmiş tarix və mifologiya Türk tarixi və mifologiyasıdır. Baxmayaraq ki, 19-cu əsrdən öyrənilməyə başlayan Türk mifologiyasını araşdıran bəzi tədqiqatçılar türklərin Yunanlardan, hətta Şumerlərdən daha əvvəl tarix səhnəsində var olduqlarını iddia etdilər. Məsələn, Alman alimi Dietz Yunanların tək gözlü sikloplarının atasının Oğuzların təpəgözü olduğunu sübut etdi. Yaxud Şumer mətnlərini oxuyan piktoqraflar Şumer dilində, bu gün də Türk dilində işlənən yüzlərlə kəlmə aşkarladılar. Məlum oldu ki, Türk mifologiyası da bütün qədim mifologiyalar kimi təbiət mənşəlidir. Hadisələrin əsas məkanı göydür. Ancaq bu göy özü bir tanrıdır. Tanrının olduğu bir məkan deyil. Hər şeyin yaradıcısı sayılan göy tengri bir təbiət gücüdür. Türklərin dini hesab olunan şamanizmdə şaman yer üzündə baş verən hadisələrin səbəbini, nəticəsini öyrənmək üçün təbiəti təmsil edən güclərlə əlaqəyə girən metafizik bir varlıqdır. Qədim türk inancı hardasa Spinoza'nın panteizminə yaxın bir inanc sistemidir. İlahi güc təbiətlə iç-içədir. Onun kənarında yaxud fövqündə deyildir. Türk mifologiyası 1960-cı ildən qərbdə ortaya çıxan və insanlarda ekoloji mən deyə təbiətlə empatiya qurmaq məqsədi daşıyan ekoloji sənət istiqaməti üçün ən yaxşı mənbə sayıla bilər. Məsələn, artıq susundan yanmağa başlayan dünya üçün şirin su ehtiyatına ən kutsal münasibət Türk mifologiyasındadır. Türk mifologiyasına görə su canlıdır və müqəddəsdir. Onu incitmək, kirləndirmək günahdır. Şamanizm vəcdə əsaslanan bir dindir. Şaman təbiət gücləri ilə əlaqəyə girmək üçün vəcd halına düşməlidir. Şamanların digər bir adı da qamdır. Qam, yəni şamanizmin kahini vəcd halına xüsusi içkilər içməklə və musiqi ritmləri ilə girir. Qamın musiqi aləti isə qavaldır. Bəlkə də muğam kəlməsindəki qam tərkibi və muğam ifaçısının əlindəki qaval da şamanizmin mirasıdır. Bu mənim iddiam deyil, fərziyəmdir. Üstəgəl şamanlar, qamlar üçün kişi və qadın ayrıcalığı yoxdur. Kişi də, qadın da şamanlıq edə bilər. Necə ki, muğamda da belə bir cinsi ayrıcalıq yoxdur. İlk şamanın doğuşu da bizə İsa Peyğəmbərin dünyaya gəlişini xatırladır. Türk mifologiyasında göy tengri insanlara kömək etsin deyə qartal göndərir. Amma qartal insanların dilini bilmədiyi üçün onlara kömək edə bilmir və geri qayıdır. Bu dəfə Tanrı ona yer üzünə enib bir qadınla münasibət qurmağı tapşırır. Qartal yenə enib bir ağacın kölgəsində yatan qadınla münasibətdə olur və qadın qartaldan hamilə qalır. 9 aydan sonra isə ilk şaman doğulur. Xristianlıqda Tanrının gördüyü işi daha qədim türk dini sayılan şamanizmdə Tanrının elçisi olan qartal görmüşdü. Şamanizmdə Qayraxanla ərlik arasında baş verənlər də olduğu kimi sonraki dinlərdə təkrarlanır. Sadəcə bu dediklərimi vicdanla araşdırmaq lazımdır. Həm də türk dünyasının daha dərin sütunlar üzərində inşası üçün.